Azərbaycanda satılan bir çox yağlarda bakteriya aşkarlanıb. Güya bu birinci dəfədir. Yağlarda həmişə bakteriya olub da, əzizlərim. Nə tamı bilmirik, yağ tamıdır, nə qoxusu bilmirik, yağ qoxusudur. Ya görkəmi, görünüşü, görüntüsü. Bir də görsə o qədər sarı olur. Sonra mən də maraqlanım da, deyirlər ki, bunu saraltmaq üçün xüsusi maddələr var da. Güya bu rayondan gəlib, kənddən gəlib, baxı o nehrin üstündən yağ yığanda belə sapsarı olur. İnsanlar bəzən yox elə həmişə bir-birlərinə düşməndir. Pula görə insanlar bir-birini məhvləməyə hazırdır. İnsanlar pula görə, paraya görə insanları yatağa salmağa hazırdır ki, təki çoxlu paralar olsun. Bax, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, mən həmişə onları qınayıram ki, bax, azından bu qidalara belə gözünüzün arasından baxmayın. 2 gözünüzü, bəlkə də 4 göz alın özünüzə, baxın da. Çünki marketlərin özündə o qədər qatqılar olur. Nə bilim, xüsusi zirzəmlərdə hazırlanır yağlar, pendirlər, süd məmulatları, nələr. Özünüz də bəzən ünvanları bilirsiniz. Sizə də çağırış edirlər, sizə ünvanları yönəldirlər. Mən xahiş edirəm, həmin ünvanlarda olun. Bərdə rayonunda bazarlarda bəzi məhsullar satılır, yağ məhsulları da. Bu nehrə yağıdır, bu pendir xüsusi olaraq evdə hazırlanıb, ev şəraitində hazırlanıb. Güya ev şəraitində hazırlanan pendir, yağ keyfiyyətlidirmi? Mən adamlar tanıyıram ki, kənddə yaşayır, heç bir ayda çinmir. Yanından qoxudan keçmək olmur, amma pendir hazırlayır, yağ hazırlayır, qatıq hazırlayır. Əgər bir insan özü təmiz deyilsə, gigiyenik nöqteyi nəzərdən özünü qorumursa, onun hazırladığı bu qida məhsulları necə təmiz ola bilər? Bəli, Bərdədə demək pendir, yağ məhsullarında nümunələr götürülərək laboratoriya müayinələrinə cəlb olunub. Sınaq nəticəsində hər iki məhsulda uyğunsuzluq, stafilokok bakteriyası müəyyən edilib. Mən birinci dəfədə bu bakteriyanın adını eşidirəm. Bazarda həmçinin əl yuma çanaqlarının, havalandırma sisteminin quraşdırılmadığı, qida məhsullarının yuyulması üçün ayrıca sahələrin təşkil edilmədiyi, tullantıların ağzı kip bağlanan qablarda toplanmadığı və digər nöqsanlar aşkarlanıb. Həmişə belə olub da, birinci dəfə deyil ki. Mən sizə bir söz danışım ki, bir dəfə mağazadaydım. Çox belə illər bundan öncə Montin bazarına yaxın bir mağazada belə qapı aralıydı. Orada dondurmaları yerləşdirirdilər, səliqə salırdılar. Bir dənə kişi var idi, o yedirdi bunu. O vaxtı kağızdaydı da belə dondurma. Bütün dondurmaların üstündən götürürdü. Belə dilinlə yalayırdı, üstünü yeyirdi, təzdən belə onu yapışdırırdı, belə qoyurdu üstünə. Qoyurdu o dondurma soyuducunun içərisinə də belə. Deyirəm, indiki vaxtım olsaydı, mən o kişini bilirsiniz nələr edərdim. Amma onda gənc idim, məni eşidən olmazdı, bəlkə də məni günahkar bilərdilər. Yəni, gözümüzün qabağında qida məhsullarını, hansı ki biz onu alacaq, istifadə edəcək, onlara qarşı o qədər halalsızlığı olur ki,